Trump gömrük vergilərini qaldırdı, ithal vergisini qaldırdı daha doğrusu. Bizim aqibətimiz necə olacaq, məhsullarımız necə olacaq deyə mənə sual verir Amazon tələbələrim və Amerikaya məhsullarını ixrac etməyə dəstək olduğum şirkətlər. Bunu qısa şəkildə cavablandırmaya çalışacağım bu videoda. Kimə maraqlıdırsa buyurub baxa bilər. Donald Trump'ın yeni gömrük vergiləri Amazon satıcıları üçün nə deməkdir? Əgər siz Çindən Amerikaya Amazon üçün məhsul ithal edən satıcısınızsa, 2025-ci ildə qarşılaşacağınız əsas dəyişiklik budur. Donald Trump yenidən prezident seçildi və Çin məhsullarına 34%-dən 60%-ə qədər əlavə gömrük vergisi tətbiq etmək istəyir. Daha qanun qüvvəyə minməyib hələ ki. Bu nə deməkdir praktikada? Sadə bir misal. Hazırda 10 dollara başa gələn bir məhsulunuz varsa, 34 dollar vergi ilə maya dəyəriniz 13,40 dollar olacaq. Yox, əgər bu kateqoriyadan asılıdır. 60% vergi ilə məhsul ixrac edirsinizsə, bu artıq 16 dollar olacaq. Bu deməkdir ki, məhsul qiymətləriniz 30-60% artmalı olacaq. Mənfəət marjlarınız azalacaq. Rəqabət qabiliyyətiniz aşağı düşəcək. Nə etməlisiniz? Birincisi, alternativ təsisatçılar axtarmağa başlayın. Yəni, istehsalçılar, təsisatçılar Vyetnamdan, Hindistandan, Pakistandan və Meksika kimi ölkələrə üstünlük verin. İkincisi, qiymət strategiyanızı yenidən nəzərdən keçirdin. Üçüncüsü, peşəkar gömrük brokeri ilə əlaqə saxlayaraq vergi ödənişlərini optimallaşdırın. Ən vacibi, bu dəyişikliklər 2025-ci ilin birinci yarısında gözlənilir. Hazırlığa indidən başlamaq ən ağıllı hərəkət olacaq. Daha dəqiq məlumat üçün US Customs and Border Protection rəsmi saytını yoxlaya bilərsiniz. Orada ən son məlumatlar çıxır gömrüklə. Unutmayın ki, vaxtında hazırlaşmaq biznesinizi qorumağın ən yaxşı yoludur. Bir də dostlar, buna diqqət edin ki, bu vergi bir tək sizə tətbiq olunmur. Hər kəs üçün tətbiq olunur. Yəni, burada Donald Trump zərbəni öz xalqına vurdu. Düzdür, qiymətlər qalxacaq, hamı qiymətləri qaldıracaq. Bu satışlara təsir edəcək. Satışlarda azalma olacaq və sizin xeyir marjanız aşağı düşəcək. Amma nəticədə ən böyük zərəri yenə Amerika xalqı görəcək. Buna başqa bir alternativ də digər Amazon bazarlarına yönəlməkdir. Məsəl üçün Kanadaya, Avstraliyaya və s.